Xədicə xanım, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür Panik edirəm. atak nədir? Əlamətləri nədir? Hər şey, hər hirslənmə və o əsməcə tutma panik atakdırmı? Yox, əlbəttə, hər hirslənmə, hər təşviş pozuntusu panik atak deyil. Panik atak spontan, qəflətən olan təşviş halıdır. Belə deyək. Panik atak Təşviş necə yəni? onu əslində keçirdən bilər. Yəqin ki, siz dediniz ki, keçirtmisiniz. Sizdə panik atak olub. Diaqnoza panik atak qoymuşlar da. Hə. Panik atak məndə olmuşam. Amma bir dəfə olmuşam. Amma mənə diaqnozu qoymaq olmaz. Mənə demək olmazdı ki, məsələn, sən panik atakdır diaqnozun. Niyə? Çünki mən bircə dəfə keçirtmişəm. Amma Əli bəy, siz dəfələrlə nə qədər müddət ərzində? 3 il müddət ərzində, amma bir ara o qədər intensiv olmuşdu ki, artıq demək olar ki, 2-3 gündən bir xüsusilə mənim panik atağımı tetikləyən külək və yağış idi. Bu ildə çox ciddi əziyyət çəkirdim ondan. Ölmə duyğusu, bir külək əsəndə, yağış əsəndə. Sən bizim evdə ağlayıb eləyir. Yəni 3 il çox böyük bir müddətdir. Bəli, burada artıq panik atak diaqnozunu qoymaq olar. Diaqnoz necə qoyulur? Bir ay ərzində təkrar bir dəfə, bir neçə dəfə panik atak olmalıdır insan. Bir də diaqnozun qoyulması nə ilə əlaqədardır? Hər birimiz qorxu halı, təşviş halı keçiririk. Təbii olaraq əsirlikdə ürəyimiz döyünür də, ürək bulanmamız olur da, qarın ağrısına düşürük də, baş gicəllənməsi, hətta insanlarda olur ki, məsələn, panik atağa bu xas olan xüsusiyyətdir, özünə yadlaşma, ətraf mühitdə yadlaşma. Sizdə olurdu? Bu saydığım simptomlardan heç olmasa 4-ü olmalıdır və həmin bu simptomları keçirdiyin an sən nəyəsə bağlamalısan. Nəyəsə bağlayırsansa, infarkt oluram, insult oluram, ağlımı itirirəm, kontrol məndə deyil, mən nəsə eləyə bilərəm, ölərəm. Yəni, sən nəyəsə bağlamalısan. Nəyəsə bağladınsa, bəli, onda diaqnoza qoyuruq ki, bağlamaq deyəndə? Bunlara bağlamalısan, bu düşüncələrə bağlamaq lazımdır ki. Niyə mēs öləcəyimizi düşünürük panik atak gələndə? Bunu çox adam o sualı verir. Bu uşaqlıqla bağlıdır. Biz ümumiyyətlə insan olaraq ölməkdən qorxuruq. Niyə? Bu da bizim uşaqlığımızla əlaqədardır. Məsələn, uşaq olanda biz necə böyüyürük? İraq olsun, filan kəs ölüb. Məsələn, xəbəri yerində qalsın, filan kəs ölüb. Və yaxud da elə eləmə, birdən başqa iş gələr, ölərsən. Yəni, ölümlə bağlı biz uşaqlığımızın bütün dönəmlərində ölümlə bağlı neqativ bir şeylər eşidirik. Ona görə də insanlar üçün ölmək dəhşət, vəhşət təşkil edir. Amma əgər, məsələn, insan ölür, dünyasını dəyişir. Məsələn, dinimizdə də var, rəhmətə gedir. O çox gözəl sözdür. Rəhmətə gedir. Heç olmasa uşaq məntiqi olaraq nəsə düşünür ki, harasa gedir də, heç olmasa. Axı uşaq məntiqi ilə düşünür. Məsələn, göydən yağış yağırsa fikirləşir ki, oradan turbadan yağış yağır da, borudan yağış yağır. Amma o düşünmür ki, məsələn, hansısa bir proses baş verir və oradan yağış yağır. Ona görə də ölməyi birbaşa, əgər valideyn pis şəkildə təqdim edirsə, onda uşaq da ölümdən çox qorxur. İndi sual yaranır. Və ona görə də panik atak olanda elə birinci fikirləşir ki, bəlkə ölürəm. İnsan niyə panik atak olur ki? Hə, insan niyə panik atak olur? Yəni, bu genetik meyldir. Bu biologiyası nədir? Mən biraz sualı genişləndirəcəm. Deməli, bu yaxınlarda bir psixoterapevt var, onun podkastına qulaq asırdım. Tatyana Mujitskaya. Bir neçə dəfə verilişlərdə onunla bağlı misal çəkmişəm. Tatyana Mujitskaya deyir ki, əslində insan bir yer ağrıyırsa, sadəcə özünə desə ki, mən filan yerim ağrıyır, mən bunu ağrını kəsmək üçün nə etməliyəm düşünürsə, artıq beyinə bir siqnal vermiş olur və beyin ona o reseptləri verir. Dərmansa dərman içəcəksən. Yəni geri uzanıb ay ölürəm, ay mənə belə oldu, ay mən pis oldum filan deməklə heç nə olan deyil. Sən bunu bu cür həll eləməlisən. İndi sual yaran, panik atak niyə olur və sən başa düşəndə ki, səndə nəsə baş verir, sən o sualı niyə özünə vermirsən ki, okey, mən neyə bilərəm ki, mən yaxşı, nəfəsim kəsilir, çıxım bayırda gəzim də, çıxım bir həyətə gəzim. Düzdür, bəzən qadınlar mübahisə düşəndə qadına deyirsən ki, okey, bir dəqiqə dayan, mən gedirəm havamı dəyişməyə, sənə qoymur. Deyir, hara gedirsən, mən bura məsələn indi həll eləməliyəm və hava almaq istəyirəm, qoy sakitləşim, qoymur, indi çözəcəm söhbətidir. Amma ümumi ölçüdə, əgər insan bunu görürsə ki, özündə halı pisdirsə,
soyuq su vurmalıdırsa, nə bilim, havaya çıxmalıdırsa, bunu niyə etmir və niyə panik atak olur? Panik atak olan insanlar, ümumiyyətlə bunun bir neçə səbəbi var. Bir, genetik faktor ola bilər. Genetik meylliyimiz olur buna. Məsələn, deyək ki, anatomik olaraq amigdalanın ölçüsü böyükdür. Amigdalanın ölçüsü böyük olanda sən qurban psixologiyasında olsan da, olmasan da amigdalanın ölçüsü böyükdür. Yəni sən bir balaca şərait yaranan kimi panik atak Amigdala deyəndə nəyə nəzərdə tutulur? Yəni beynimizdə limbik sistemdən söhbət gedir. Hansı ki bizim zehni daha içəri nahiyələrdə. Amigdala daha dərində yerləşir. Daha dərində əlbəttə ki. Yəni bu bizim şuurumuzla bağlı olan bir hissə deyil. Şuurumuzla bağlı prefrontal korteksdir. Amma amigdala bizim əslində bizi qoruyur. Məsələn, deyək ki, buradan bir ilan çıxdı. Mən bunu düşünüb analiz edənə qədər ilan məni çala bilər, amma mən nə edirəm? Deyək ki, çəpərdən hoppandım, düşdüm. Yəni bu amigdala əslində bizi qoruyur. Bunun ölçüsü böyük ola bilər. Ondan başqa anatomik olaraq məsələn bizim bədənimizdən olan siqnallar beynimizə gedir və beyində bir nahiyə olur ki, bu təhlükə həqiqi təhlükədir, yoxsa yalançı təhlükədir. Bunu ayırd edir. Bu hissədə əgər bir narahatçılıq varsa, düzgün işləmirsə, yenə də panik atak olma ehtimalı olur. Və yaxud da hormonlarımızın səviyyəsi, kimya, məsələn, kimyəvi dəyişikliklər, beyin kimyasının pozulması. Bunlar həkimliklə əlaqədar olan bir şeylərdir. Amma psixoloji olaraq müəyyən şəxsiyyət tipində olan insanlar var ki, bunlar panik atak onlarda daha tez-tez rast gəlinir. Bunlar da əsas qurban psixologiyasında əsas olan insanlardır. Məsələn, çəkingən şəxsiyyət tipi və yaxud da aslı şəxsiyyət tipi, borderline şəxsiyyət tipi. Bunlarda panik atak daha tez-tez olur. Nəyə görə? Çünki onlar, məsələn, borderline necə olur? Onlar həddindən artıq bir hissi yaşayırlar. Yəni, bir hissi yaşayanda... Borderline Azərbaycan nə desək? Yəni, o termindir. Borderline, sərhəd şəxsiyyət tipi. Yəni, həddindən artıq bir hissin yaşanması. Aslı, məsələn, adından da... məlumdur ki, aslı şəxsiyyət tipi. Yəni onlar da, yəni qorxu hissi həddindən artıq çox yaşanan insanlarda olur. Nəyin qorxusu olur bu? Bayaq dediyim kimi, xəstələnmək, infarkt olaram, insult olaram, ağlımı itirərəm, ölümdən qorxur, birbaşa ölümdən qorxur. Biri var ki, necə ölərəm? Bir də var ki, birbaşa elə ölərəm. Heç onu fikirləşmir ki, necə ölərəm? Ölərəm.